İstədim öncəliklə bu möhtəşəm səsi dinləyəsiniz, daha sonra reseptimizə keçək. Videoda göstərilən yufqadan alırıq, bütün marketlərdə satılır. Qabımızı yağlayıb yufqaları əlavə edirik. 2-3 qatdan bir yağlayıb 20-ci qatdan sonra içlik əlavə edirik. İçlik üçün qoz, fındıq, badam, fıstıq zövqünüzə görə əlavə edə bilərsiniz. Lakin bu içliyə şəkər tozu qatılmır. Digər xəmirləri də 2-3 qatdan bir yağlayıb üzərinə əlavə edirik. Paxlavanı kəsib üzərini yenidən yağlayıb göndəririk sobaya. 180 dərəcəli sobada altı və üstü tam qızarana qədər bişməlidir. Paxlava üçün şərbəti öncədən hazırlamalıyıq ki, şərbət soyuq olsun. Paxlavanı sobadan alan kimi qaynar-qaynar üzərinə soyuq şərbəti əlavə edib bu möhtəşəm səsi yenidən dinləyirik. Üzərini zövqünüzə görə bəzəyə bilərsiniz. Mən qoz və fıstıq qırıntılarından istifadə etdim. Hazırlayacaq hər kəsə indidən nuş olsun. Məni izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.